Bax, bu adam yəqin yaxşı baxın. Seyid Ağazadə. Seyid Ağazadə kimdir, nə qaldı? Bu özünü Türk adından danışır, amma Türk ola da bilməz. Bu adam o deyir, o xəstəlik var, onu yoluxdurur bütün cəmiyyətə. Bütün günü gündə deməli oturub kanallarda bütün günü aşağılayır Azərbaycanı, farsı qaldı. Bir dəfə eşitmədim ki, eşitsəydim ki, bir dəfə deyir ki, bax bu Qacarları niyə gəlib başını kəsmisən? Ay fars, ay qardaş, gəlmisən, bax bunu fransızların əlinə 1925-ci ildə bunlar gəldilər hakimiyyətə. Şah Qacarın başını kəsdi. Bir dəfə demir ki, Şah Qacarımızı başını kəsir. Ermənilərlə gedir, deməli, o qondarma soyqırım yerini ziyarət edirlər. İranda 15 şəhərdə abidə qoyublar. Erməni soyqırımına. Abidədir, baxın. Xameyni gedir. Bu adam bir dəfə demir ki, bizi deməli farslar gəlib işğal edib, farslar bizim Türk ordusunda xidmət edib. Farslar, bax bu bizim Türk ordusunda, Qacarın ordusunda əskər olub, bu alçaq. Bu alçaq gəlir, bunu demir. Bir dəfə de də, deməli sən düz adam deyilsən. Niyə demirsən Xameyni 14 yaşında, 18 yaşında uşaqları verirlər əskərlərə, fars əskərləri zorlayır, sonra edam edirlər. Yəni 18 yaşında uşağı asmaq olmaz. Gələ onu zorlayarlar əskərə. Sonra bir dəfə demir, ha, bu ay insan. Bunu mən istəyirəm görəm də, necə eləyək görək. Bununla, budur, o Mamuşovdur, danışır deyir, mənim qabağıma çıxsınlar. İstəyirəm bunu görəm, necə görəm, kömək eləyərsiniz. Bəlkə mənlə danışanda o utana, bəlkə üzr istəyir Azərbaycan xalqından. Bəlkə üzr istəyəcək Türk xalqından. Necə ola bilər sən farsları qardaş sayırsan ki, fars anasını aparır, atır kişinin qucağına. Necə sən farsları qardaş, bizə müsəlman qardaş deyirsən, onlar aparır 9 yaşında uşağı, 11 yaşında qız uşağını lüt atır Xameynin qucağına. Alçaq, mən bilmirəm, bunları bizə qardaş necə sayır? Ay kişi, bizim yolumuzu bağlayırlar, bizə hələ bir üzümüzə də vururlar ki, 400 min Azərbaycanlı farslar xilas edib 92-də, hansı ki, onu türklər orada yazıq türk bizim millətimiz çalışıb, o kömək eləyiblər. Yox ki, farslar, bunu gətirib farsa niyə bağırsan 400 mini? Bu bir. İkincisi, əgər farslar da kömək eləyiblərsə, bir məqsədlə ki, haçansa məhv eləsinlər. Türkiyə deyirlər, bura girsin. Ay qardaş, bu araşdırıcıdır, güya araşdırır, nəysə araşdırır, öyrəndim. Biz Azərbaycan qədimdən budur, odur, farslarla belə elə. Bilirsən də istəmirəm bunu hər şeydən deməli. Bir tikə deməli, o deyir, o çörək var, Türkün çörəyini yeyirsiniz, ay kişi, Türkə niyə axır tüpürürsünüz o çörəyə? Belə şey olar. Bax, bunu bir necə eləyim, bir tapın görək kimdə, harda bundan bir görüşək, bir danışım görüm, axı sən niyə Azərbaycanı bu qədər aşağılayırsan? Farsı, hansı ki, uşaqları zorlayan, ay kişi, uşağı aparıb kişinin ətəyini atmaq 9 yaşında Xameynin qucağına. Anasını kişi axtaranlara bizə müsəlman deyir, ay kişi, bu müsəlmandır, ay bəbə. Hani bu? Baxın, buna yax, bax, görürsən Ağazadə, Seyid Zənəzə, bax, bizim xüsusi təyinat qüvvələrin zabitidir, əskərləridir, nədir? Deyir, biz döyüşə hazırlaşırıq, gedirik erməninin qabağına çıxaq, deməli, farslar bizə mane oldu. Farslar silahla qabağımızı kəsdilər. Fars ordusu çıxıb Azərbaycan ordusuna qarşı, görürsünüz. Qoymur ermənilərlə, gedək ermənilə torpağımızı azad edək alçaqlar. Siz görmüsünüz ki, bir dəfə bu adam desin, bir dəfə desin ki, Araqçı
Laçındır, Zəngəzurdur, bu erməni torpağıdır. Biz imkan vermərik. Eşit, Araqçı deyir, imkan vermərik sərhədlər pozulsun. Gör nədir? Oturub Azərbaycan Türk torpağında və Türk torpağına mane olur ki, öz torpağını azad eləsin, bərpa etsin. Ay kişi nə olur? Bir dəfə deyirsən, Araqçı Naxçıvanı da az qala. Niyə demirsən Farslar niyə bugün Naxçıvanı Ermənistan tanıyır? Hə, Ağazadə, niyə demirsən ermənilər, Farslar bugün Fars deyir ki, Laçın Ermənistandır. Fars deyir ki, Zəngəzur Ermənistandır. Fars deyir ki, Qarabağ Ermənistandır. Zəngəzur imkan verməyəcək Zəngəzurun yolu açılsın. Onu Farslar da niyə demirsən? Bu insana da bax, yaxşı o Ağazadə. Ay sizi nəyinə də gələsiniz. Belə şey olar, 18 yaşında uşağı qırıqbalı Fars əskərlərinə verir, zorlayın, sonra asın. Belə millətlə bir dost olun, qardaşımızdır. Müsəlman, belə müsəlman olar, donuzlar, məsciddə donuzları saxlayır. Fars deyir, o bizim məscid deyil. Gedib erməni ilə, Köçəryanla, Sarkisyanla qucaqlaşır, öpüşür. Fələstinlər, bugün dəstək olsun Fələstinlər ermənilərlə qucaqlaşır, öpüşür, donuz yeyənlərlə, donuz saxlayanlarla, türklərin başını kəsənlərlə. O da belə, nə deyim sizi, nəyinə də gələsiniz. Ay kişi, çıx bir qabağımıza, bəlkə görəsən biz kimlər var, kimlər yoxdur. Bəlkə başa düşəsən səhvi başa düşüb üzr istəyəsən və farslara işğalçı deyəsən, bandit deyəsən, gəlmələr. Bunu deyəsən, niyə öldürübsün, niyə gedib Şah Qacarı öldürübsən, bax bu Pəhləvi, bu bandit, bu Fransız yetimçələri, Fransız qaraçıları, Fransanın nəyini demişdim, gətirib bunları 25-ci ildə. Bir dəfə demir ha, 25-ci ildə gəlmişsiniz, niyə Türkün torpağında yaşayamırsınız? Bir dəfə de də.